Bakı Dövlət Universitetinin Fizika Elektronika kafedrasının müdiri, Fizika Riyaziyyat elmləri doktoru, Professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olunub. Rektor Elçin Babayev bildirib ki, Professor Əhməd Abdinov 80 illik həyatının 63 ilini universitetə bağlayıb. 1971-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib. 1992-ci ildən isə kafedra müdiri vəzifəsini icra edir. Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirinin müavini təyin edilib və 2000-ci ilə kimi bu məsul vəzifədə çalışıb. Bir müddət isə təhsil nazirini əvəz edib. Görkəmli alim 650-yədək elmi əsərin, ali məktəblər üçün yazılmış 5 dərslik və 21 fən proqramının müəllifidir. Onun elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib. Rektor uzun müddətli, səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Əhməd Abdinova universitetin fəxri fərmanını təqdim edib. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Professor Əhməd Abdinovun həyatı və elmi pedaqoji fəaliyyəti mövzusunda məruzə edib. Çıxış edən digər qonaqlar da Əhməd Abdinovun Azərbaycan elminə və təhsilinə verdiyi xidmətlərdən danışıb, onun tədqiqatlarının əhəmiyyətini vurğulayıblar. Alimin oğlu, tibb elmləri doktoru Elçin Abdinov, nəvəsi Leyla Abdinova çıxışlarında Əhməd Abdinovun məhsuldar elmi yaradıcılığından bəhs ediblər. Sonda söz yubileyara verilib. Əhməd Abdinov çıxışında yubiley tədbirinin təşkilinə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkür edib. Hər bir yubileyini insanın özü, ailəsi, işlədiyi kollektivi, vətəni qarşısında bir hesabat olduğunu bildirib, gənclərə əməksevər olmağa səsləyib. Aytən Babaşova, Zahid İbrahimov, Bedu Xəbər.